Problemin səbəbini deyirəm. Mənim içimdə vallahi qaranlıq yoxdur ki. Bəziləri kimi deyim, problemi tapdım, gətirim tapaq. Yox əziz qardaşlar, sizin də başınıza gəlsə bizim problem nədən qaynaqlanır? Start stopu vurduq. Как положено, hər şey kodlandı. Kondisionerimiz işləyir. Göstər qabağı. Bəlnimiz işləyir. Pavarotiklər işləyir. Sadəcə olaraq sistemin biri-biri ilə qarışma səbəbi avtomobildə xırda səhlənkarlıq və xırda zamkanyadan ibarət olduğunu tam olaraq deyə bilərəm. Bax, bu hissədə avtomobil vuruqla gəlib və bu hissədə kör zonanın bloku var. Kör zonada deyirlər, nə bilim, ölü zonada deyirlər, nə bilim, nə deyirlər. İndi hər oradan bir ad yazacaq, bilirəm ki, konkret olaraq mən problemi göstərirəm. Problemin qaynaqlanma səbəbini göstərirəm. Bir daha ver zəhmət olmasa, bir dənə bura indilvarı uzanış edək. Bax, sizlər üçün giririk avtomobilin altına. Baxın, bu hissədə olan işlək yeri görürsünüz və bu da blokdur. Və blokun görürsünüz burada. Bir də mənə telefon işığı verin daha. Dəqiqə. Baba, bloku görürsünüz nə vəziyyətdə qoyublar bura. Bilmirəm, göstərə bilmirəm. Bax, blok burada tamamilə germetika ilə yığılıb. Daşımız zəifdir, amma məcburi göstərəcək. Dilləri görürsünüz tam düzgün vəziyyətdə oturmadığına görə. Ona görə də avtomobilin beyninə zamkan götürürdü və başlayır bu cür problem yaratmağa. Yəni ki, əziz qardaşlar, xırda bir səhlənkarlıq bugünkü gün bu cür fəsada gəlib çıxardır ki, beyinə qədər çıxarılıb, nə bilim, ümumi avtomobilin bütün blokları yoxlanılıb. Amma problemin sadəcə olaraq bu fer üstündə olan bax, bu blokdan olduğunu aşkar edib qardaşa təhvil verir. Öpürəm, özünüzdə müğayət olun. Equinox modelində. Monitör görürsünüz. Nə vəziyyətdə zamkanya verir. Avtomobil yeni gəlib Amerikadan. Amerikadan düşən kimi yaxınlaşıb bizim servisə bu problemdir. Avtomobildə start stopu vururuq. Start stopdan qətiyyən xəbəri yoxdur.